Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Mirzə Ələkbər Sabirin Əkinçi, bir də Mirzə Ələkbər Sabirin Neylərdin ilahi satirası. Molla Nəsrəddin jurnalında çap olunan əsər ədibin satirik yaradıcılığına aiddir. Bu əslində ortaq fikirdir. Demişdik ki, Əkinçi 1907-ci ildə, Neylərdin ilahi isə 1908-ci ildə Molla Nəsrəddin jurnalında çap olunub. Ədib məzlumun səbirli olmağı ilə barışa bilmir, susqunluğuna görə kütləyə ironiya edir. Deməli, susqunluğuna görə kütləyə ironiya edir. Bir dəqiqə. Bu əslində bura qədər doğrudur. Barışa bilmir. Amma susqunluğuna görə kütləyə ironiya etməsi yoxdur. Əgər bura qədər olsaydı, sırf bura qədər olsaydı, bu olacaqdı, olmaqla barışa bilmir. Neylərdin ilahiyə aid olacaqdı. Bax, bu bura aid olacaqdı. Amma sırf bu qaydanı pozur. Bax, bu cümlə. Susqunluğuna görə kütləni ironiya edir. Özdə kim müəllif? Bu yanlış fikirdir. Ümumiyyətlə, beni götürmürük. İlk iki misrası sakit, etiraz dolu bir sualla başlayır. Deyir, daş qəlbli insanları neylərdin ilahi, bizdə bu soyuq qanları neylərdin ilahi. Bəli, bu elə Neylərdin ilahi satirasıdır, C bura. Həzəc bəhrində yazılan şeir bədii təzad üzərində qurulub. Həzəc bəhrində. Deməli, əruz vəznin bəli, Həzəc bəhrində yazılıb hər ikisi. Etiraz dolu bir sualla başlayır. Sualla başlayır deyirsə, daş qəlbli insanları neylərdin ilahi, bizdə bu soyuq qanları neylərdin ilahi. Amma Əkinçidə isə, deməli, məzlumluq edib başlama fəryada Əkinçi, qoyma özünü tülkülüyə adə Əkinçi. Deməli, bu yalnız aid olacaq Neylərdin ilahiyə. Tipi öz dili ilə ifşa edən ədib kəndlinin dilindən danışığa yol vermir. Burada isə Y bəndində mülkədar obrazını nəzərdə tutur. O da aid olacaq Əkinçiyə. Cavabımız olacaq Y, A, C, D. Y, A, C, D. Baxa görə elə bir variant veribmi? Hə, variant verməyibdi. Y, A, C, D-dir cavabımız. Daha sonra 30-a baxırıq. Deməli, 30-a baxırıq.